Sizcə icmalara ən çox fayda verən praktikalar hansılar? Mənim fikrimcə icmalara ən çox fayda verən praktikalardan biri cəmiyyətdə hal-hazırda aktual və ehtiyac duyulan mövzularda seminarlar həyata keçirmək və eləcə də bu mövzuda ekspert olan şəxsləri gənclərlə əlaqələndirməkdir. Çünki belə olduqda bilik və bacarıqlar paylaşılır və eləcə də davamlı əməkdaşlıqlar qurulur. Bugün gənclərə və icma liderlərinə bir əsas tövsiyə versəydiniz, bu nə olardı? Mənim ən əsas tövsiyəm olardı ki, yalnız resursu bol olan məkanlarla, şəhərlərlə, eləcə də hər yerdə aktiv olan insanlarla məhdudlaşmasınlar. Daha çox fokusu məhdud resursu olan ərazilərə, daha az imkanları olan ərazilərə və eləcə də aktiv olmaq istəyib də, amma buna nail olmayan insanlara yönəltsinlər. Çünki belə olduğu halda onların ehtiyaclarına uyğun təşəbbüslər həyata keçirmək olur. Bilirik ki, dünya gündən-günə dəyişir. Siz əgər hazırda 2016-cı ilə qayıtsaydınız, gənclərə hansı mesaj verərdiniz? Mənim gənclərə verəcəyim ən əsas mesaj olardı ki, könüllü fəaliyyətlərinə qoşulsunlar və eləcə də müxtəlif icmalara və sosial qruplara daxil olsunlar. Çünki belə olduqda onların həm dünya görüşü artır, həm də onlar cəmiyyətə faydalı və aktiv bir şəxs kimi inkişaf edirlər.